Mamam TikTok'a girib mənə baxmaq istəyir, o baxsın. Deməli belə. Mənim əzizlərim, mənim gözəllərim, kündələrim. Sonra deyirlər, evdə işləyən işçilər eləyir. Bəxtəfər mənim başıma tökülüb elə eləyəcəklər. Gözləri çıxsın yalansa işçiləri. Eləyirlərsə. Hamısını özüm eləyirəm. Mənim çox balaca kündə elədim deyəsən, ha. Balaca elədim, niço. Ağ undan eləmişəm özdə qəşəng. Bir də nə deyirlər, tıklayın. Mən bu şeyləri bilmirəm. Amma bu deyib biləsiniz. Və tıklayın görək. Nətər olur, bütün hamıya şirdən vurursunuz, tələkdən vurursunuz. Bu boyda Azərbaycan xalqının 20-30 illik oxuyuram, siz də döntəri mahnılarımı oxuyursunuz, belə toylarda oynayırsınız, deyirsiniz, gülürsünüz. Mənə vermirsiniz türkün məsəl o şeylərdən. Nədir o, həqiqi bilmirəm mən. Cavanşirdi, pələkdi, şirdi, bəykuşdu, nədir bilmirəm. Qaroçi ondan. Kündələrimi qoyun bura. Kündələdim. Bax, Məhəmmədim, yaman çox oldu. Ha, qonağımız olacaq. Niçin o, qoy çox olsun. Onu da qoy bir eləyim. Amma bilin, bir soyuq var çöldə, bir soyuq var. Gəl görəsən. Mən deməli, heç vaxt TikTokdan istifadə eləmirdim. Bu yaxınlarda başladım TikTokdan. Mən də istifadə eləməyə. Gördüm TikTok nətərdi. Zibillərin üstü açıldı. Az sana kuzu kesimi yazdı. Yok. Az sana kuzu kesimi sana. Cemaati burada aldadıram sana yani. Ve indi dayan bir saniyəcə. Bax bu mənim deməli əlimə əlcəklərimi geyinirəm. Belə qəşəng. Bax bu evdə işləyənlər lüt gəldir, sonra deyirlər xəstələnmişik. Bax mən neyiniyim indi? Haram daşı təbəmə töküm. Bu şeylə qoyuram manqalı bunun üstünə bu şeyləri. Çünki soğançanı bu dəqiqə qoyacağım üstünə. Belə qəşək. Bu belə. Bunu da qoyuram bura. Gördünüz mü qızlar? Bir də görməzsiniz. Və sonra bax görürsünüz. Bu mənim siliviçli yağım həmişə olduğu kimi siliviçli yağım hazırdır. Mən bilirsiniz ancaq təmiz yağ. Dədə baba da bundan yiyir. Təmiz yağ. İntihası bağışlayın. Qaşığım ucu girmədiyinə görə türkün məsəli. Görsən mənim işçilərimin ağılına baxın. Demişəm bura qaşıq qoyun, görün nə qoyurum. Mən bunu nətər türkün məsəli indi bura zad edeyim şey olsun. Yağı sökürəm. Yağımı söküm qəşək. Amma çox sağ olun. Məni çox izləyirsiniz. Görürəm. Hamısa baxıram. Qoyun bu yağ ərisini töksün bura. Bu belə. Bu getdi. Yağımın ağzını bağlayıram. Sağ ol Eyfə. Halal olsun. Deməli, bir saniyə geliyor. Deməli, son vaxtlar mənim TikTokda yemək videolarım yaxşı izləndiyinə görə mən baxıram ki, mənə bir çox hətta poverlər belə mənə deyirlər ki, gəlin bir yerdə videolar çəkəyim. Prosta mən əslində pover deyiləm, mənim əzizlərim. Poverin işi maşallah başqadır. Mənim özüm hal-hazırda bu dəqiqə evə pover işçi axtarıram. Həqiqi sözümdür, valla. Yəni, yeməkləri dadı bişirəm. Soğanımı tökdüm. Bu kaşığı koymuştum şeye. Önce kaşığı götürürüm. Ay kız, demək. Burada baxıram ki, bir telefonda zəng gəlir, yazıb atam. Mənim anam ölsün. Mən işə atamı 5 yaşında gördüyümdür. Mən atam zəng eləyir, özüm şoka düşdüm bir anlığa. Yəni, mənim atam yoxdur, bilirsiniz. Mən heç atamı uşaq vaxtımdan görməmişəm. Amma çox istəyərəm atamı bir dəfə görüm. Atam çox qocalıb artıq, atamın yaşı çoxdur. Bu belə. Təngəlin suyu da qaynayır. Bunu da qoyacağım içində. Qoy qayrasın. Prosto yağım az olacaqdı. Az olduğu üçün biraz yağı artırmaq istəyirəm. Bir şey olmasın. Baş qədəm var. Tökülmüşdü əlimdə.
Ay dağlarda gezen oğlan, ay dağlarda gezen oğlan. Nanay nanay nanay. Qəşən mahnıda göz aramızdır, qəşən yoxuyur. Elə xoşuma gəlir ki, onu oxumaqları. Adı yadıma çıxır. Çeşməlidir. Adı nəsə belə bir adı var. Hə, mən deməli soğanım. Tıklayın, tıklayın, tıklayın. Tık 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 tıklayın, tıklayın. Ay nə qəşəng şeydir bu. Deyirəm həqiqətən. Allah bu polislərin canını sağ eləsin ki, bu blogerlər hamısını basıblar içəri. Bəhsə də o qədər pullar qazandınız, yediniz. İndi fürsəti bizə verin də. Bu arada onsuz aparıcılar, blogerlər, nə bilim, aktyorlar, aktivistlər hamısı keçirlər bizim sənətimizdə, hamısı başlayırlar oxumağa. Yəni, sənətimizi əlimizdən alıbsınız. İndi biz də yavaş-yavaş keçək bunların sənətinə nə vaxt da, nə olar ki? Deməli, Xəngəlin, burada hava bilmirəm. Azərbaycanda bilmirəm hava necədir. Burada hava biraz, mənim əzizlərim, biraz yox, soyuqdur. Yağış havasıdır, yağış yağır. Ona görə şeydir. Onu da qoyum, onun altı biraz dik durmalıdır. Türkün məsəli. Belə, soğançam yaxşı olsun. Təkcək qaynasın soğançam. Bir dənə bunu vereyim, tırnaqlarım yanar güdən, ona görə bunu elədim. Hə, bununla indi baxanlar var, o belə qəşəng vuranlar var da. Deyirəm, nə bir xəngəl olardı, bir 50 dənə bu xəngəli yiyərdik. Mütəsi mən içki xoşlamıram, bax, zarafatsız. Bu da mənim xəngəlimin suyu. Baxın, artıq qaynamağa qoymuşam, amma mən belə eləyəcəm. Xəngəlimin suyunu. Baxın, bu da mənim kartoşka. Gördünüz mü? Bu kartoşkamı, bax beləcənəm. Bax belə eləyirəm, belə. Sizə ant verirəm ölənlərinizin görünə, dırnaqlarımdan işiniz yoxdur. Yəni, dırnaqlarımı belə mən xüsusi qulluqla eləyirəm dırnaqlarıma. Bu halatda mənim dırnaqlarımı da Şərbət xanım eləyibdir. Şərbət xanım çox yaxşı. Düzdür, mən hamı eləyəndə pulla işləyirəm. Mən pulsuz işləmirəm. Pulunu verib işləyirəm. Bu dəfə Şərbət mənə dedi ki, yox, səndən pul almayacam, Rəqsanə xanım. Şərbət Moskvada yaşayır, istəsəniz əlavə nömrələrini verə bilərik. Burada çox qəşəng dırnaq dərsləri keçir. Yəni, yazıla bilərsiniz apisə, gedə bilərsiniz. Bax, belə. Kartoşkanı tökdü içinə. Qazanımın yekəlini görürsünüz mü, nə boyda qazanım var? Önünə qaynayır. Bəh, 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 bəh. Bu getdi. Ya Allah. Bu getdi. Bunun da açılıbdır. Bunu da belə çəkim. Silim buna. Onun ağzını da örtün. Bizi hardan izləyir? Kimlər izləyir? Mənə kimlər baxır? Bir yazın görək, ürək sözlərinizi açın görək. Görüm nə deyirsiniz? Məndən nə istəyirsiniz? Türkün məsəli. Nədir dərdimiz? Azarımız, bezarımız. Yəni inşallah may ayında Azərbaycanda olacaq. Azərbaycana gələndə baxaq görək. Rəhmətli nənəm belə eləyirdi. Belə eləyir ki, görsün tuzu varmı? Amma tuzu yoxdur, qoyuram qaynasın. Hələ tuzumuz yoxdur. Bir ocağa da baxım, görüm. Fotolarıma baxın, görün nə gözəldir. Qıpqırmızı. Arada bir şey aşmaq istəyirəm. Çünki bilirəm canlımı da məni izləyirlər. Peter'də toydaydıq, bu şalı uğramışıq orada. Yəni bir də toy yerləri başımda görənlər. Sonra orada yazarlar. Toyda gətirdilər, verdilər, üstümüzdə saldıq. Sonra gəldilər, istərlər. Demə, mənim dişim bunu çəmədana qoymuşdur. Artıq çəmədandanmış. Yəni bunu Peter'dən toydan uğurub gətirmişəm. Xəbəriniz olsun ki, vallahi həqiqətən uğramışam. Odunumu qoyum. Və xorultusuna baxayım peşin. Bunu qabaqdan çəkək. Gör nə xoruldur. Yanır, yanır. Aha. Hə. Bunları niyə üstə qoyursan? Ay bacı. Ay bacı. Aha. Bu beləcənə. Bir daqiqa canım, bir daqiqa. Çolpanı eləmişəm bayaqdandan. Çolpanı vuracam şeyin içinə.
Mənim bu brança görə ki, səlgəli qızam mən. Görə də səlgəli eləmişəm hər şeyi. Gül kimi, gül çiçək kimi səlgəli. Bir saniyə. Bu da ağ soğandır. Mənim əzizlərim, baxın. Ağ soğan çox xeyirlidir, çox gözəldir. Görürsünüz nə gözəldir, bəh-bəh. Mən bu günlərim xəngəli ağ soğanın eləmişəm. Ağ soğanın xəngəlini eləyin, görün nə gözəl çıxır. Bu da bilirsiniz nədir? Fazil mənim içalatı xoşlayır, toyuğun içalatını. Bunu da bayaqlarım toyuğu kəsdim qəşək, ütdüm. Onu sizə göstərərdim, prosto göstərmədim. Ütdüm, için alatını çıxartdım. O xoşdur, ocaqda mən bunu qoğuranda. Bunu Fazil mənimlə pişirəcəm birazdanlar. Hə. Halal olsun, halal olsun. Ay dağlarda gəzən oğlan, ay dağlarda gəzən oğlan. Ay dağlarda. Hə. 1100 nəfər. Deməli, mənim əzlərim. Bu belə. Bu kimin telefonu? Soğançam orada, suyum orada. Ay kız, mənə duz verin evdən, duz. Yeleniçka xanım, sol, daydı pajalosta. Burada mənim uşaqlarımın yankalarıdır. Deməli, belə. Anama qurban olum. Anam bizə hər şey öyrədibdir, hər şey. Nə deysən, 5 parmağın, hə, oradadır. 5 parmağın 5-ində marifət. Vallahi, hə, tövbə. Спасибо, моя хорошая. Спасибо. Hə, bax, indi bunu həngəlin lavaşlarını yayıram, belə qəşək. Görürsünüz, qız da eləmir, qızılam. Fazilin xoşalın olsun, gör nə qız alıbdır, hər şeydən bacarıram. Biraz istəyirəm bu xəngəlimi yayam. Biraz bu show biznesdə olanlardan, keçənlərdən danışım. Nədir? Canlıda bıçaq görsənməsin, blok edəcəklər. Hə, görsən başımız çıxmır. Harada da bıçaq? Bizdə bıçaq yoxdur, gizlətmişik. Biz ancaq əllə. Sülü xanım, o da mənim padruqamdır. Görsən, bilir mənə deyir ki, canlıda bıçaq göstərməlidir. Sən də izləyirsən məni, bacı. Bilirəm, sən də mənim xəngəlimi xoşlayırsan, amma hayır ki, sən yoxsan. Və istəyirəm bir mövzuya toxunmaq istəyirəm, mənim əzizlərim. Mövzu da nədir? Bu son vaxtlar, ay Zaur, sən də yaman şeysən, ha. Yaman şeysən, bu hansı Zaura deyirəm? Zaurlar çoxdur, bu rəngarəng Zaura deyirəm. İstəyirəm, mən ona bir-iki dənə söz deyim buradan. Ay, yekə kişisən, bəslər, reytikdən ötəri bu müğənniləri çıxardırsan, gah oladırsan, gah qışqırdırsan, gah banladırsan. Ayf dölmə. Sən Allah, belə şeylər eləmə. Ətim tökülür mənim üçün, şaqqada, şuqqada, o nədir, maşallah. Bu cür gözəl xanımlardır, gözəl qızlardılar, gözəl oxuyurlar. Belə lazım olsa oynayırlar. Nə edirsən sən onları elə biabr edirsən onları efirdə? Peşmansan, bir dənə Kitay, bir dənə nə bilim, Indus, bir dənə nə bilim, nəsə oxusun. Sırazu efirdə bu yetimləri oxudursan, ay ayıfdır, sən Allah yığışdır bu şeylər. Vallahi ayıfdır, harada baxsan bizim öz qızlarımızdır, eləmə belə. Sən onu gəl gör, bacını oxuda bilərsən, heç vaxt. Və bu arada bu yaxınlarda biraz mənim gözəl balam Aysun haqqında toydan deyirlər gönəsi olub, yəni mənim əzlərim biraz orada anlaşılamadığı olubdur. Baxıram, hamı orada yazır. Əvvəla orada elə olmuyubdur, başqa cür olubdur. Bildiniz, bilmədiyinizi yazmayın, xahiş edirəm. İndi nənələr, bibilər, xalalar baxırlar. Mən bacara bilirəmmi yaymağı, yoxsa yox? Onu deyin mənə. Bilirəmmi yaymağı, yoxsa yayamıram? Bacarığım varmı? Hə, onda xəngəli biz kəsəndə bıçaqla kəsmərik, Roma. Görürsən, deyirlər ki, olmaz. Bıçaqla kəsmək. Onun için o eləmərik. Vallahi deyirəm, Allah bu TikTok açanın canını sağ eləsin. Qəşən şeydir, qəşən şeydən dolanır. Hamı, vallahi, gözəldir. Mən niyə boş oturmalıyam ki? Əlimin, 5 əlimin, 10 əlimin, hamısında marifətli bir qızam mən. Hər şeydə bacarıram. Niyə? Xeyr olar. Bu arada reklamları da qəbul edirik. Məhsulları qəbul edirik. Nə deysəniz, belə kartoşkadan tutmuş pomidordan, xiyardan. Nə desəniz reklama qəbul edirik. Pulunuzu verin, pomidorunuzu reklam eləyək. Pulunuzu verin, qarpuzunuzu reklam eləyək.
Yəni reklam qapımız açıqdır, xəbəriniz olsun. Axşama saldım ki, mən bunu baxasınız. Yaxşı baxasınız. Adam gəlsin. Hə. Sonra bu TikTok'da sən Allah bu biri-birinə afristi yenirsiniz. Bir-birinizi yolursunuz, qırırsınız və yaxşı. Deməli bu hamısı reytingə görə eləyirsilər, eləmi? Mən heç başım çıxmır, tövbə. Yaxşı ki bildim. İndi bildim. Heç bilmirdim. Bax, xəngəlimi yaydım. Əzlər, mən xəngəli pişirəndə, mən xəngələ kartoşka vururam, mən xəngələ pomidor vururam və çox göy. Bir də əslində xəngəl qurutla olmalıdır, qurutla. Olmaz! Qurutla olmalıdır xəngəl. Qurutla olan xəngəl çox yaxşı olur. Mənim qurudum yoxdur. Keçənlərim özüm eləmişdim. Bu illərim elə bilmirəm. Bir də hər dəfə libaslarımı soruşursunuz. Bax, indi geyindiyim əlimdəki libasım yenə öz mağazamıza aiddir. Fazil müəllimin mağazasına aiddir. Və hələ ki mağazamız həmin işi gedir. Açılacaq tezliklə. İnşallah sizə təqdim edəcəm. Başa düşdüm. Nətər gedir ay bala, yaxşıdır. Az yox, az. Hə, yaxşı, davay. Yaxşı. Yaxşı mama qurban, yaxşı. Ay Roma, deyir orada mənə suallar verirlər. Onları oxudan, ha? Ay Roma, kör olmayasan səni. Görüm cəmahat bir mənə nə yazır. Bir də bu son vaxtlar belə efirlərə bir şeylərə baxıram. Mən açığı verişə çıxardırsınız bu ərli xanımları, yəni ərli qadınları. Deyir, kimdə nədə yoxdur, nə yoxdur, ondan danışır. Mən heç kəslə işim yoxdur, amma işim olanda insanın payını mən başqa cürə verirəm də. Yəni, demək istəyirəm ki, ola bilər, tamaşaçılar çox şey bilmirlər. Qadan qalın, mən ucu 40 ildir bu sənətdəyəm. Ola bilər ki, bu günləri mən əməkdar artist, xalq artisti deyirəm. Amma əməkdar xalq artistinin başı bilmədiklərini, əyağı bilmədikləri mənim başım bilir. Bu arada. Və demək istəyirəm ki, kimin əri var, Allah canını sağ eləsin. Amma əsas odur ki, əri olanlar ağıllı olsunlar. Yəni, bizim qapını döyməsinlər, bizim çəpərə toyuqlarını buraxmasınlar, bizim xoruzlarımız biraz başdan xarabdır. Yəni, bu şeylərə diqqət eləsinlər və onu demək istəyirəm. Nə demək istəyirəm, hər kəs başa düşdü. Ona görə biraz özümüzü yığışdırın. Mənim beynim qızanda gözümə heç dədəmdə görünmür. Həmişə ha deyirəm ki, işim yoxdur heç kəslə. Amma baxıram ki, biraz efirə çıxıb oxumaq istəyənlər var, bir-iki dənə. Biraz özünüzü yığışdırın, ağıllı olun. İstəmirəm də, yəni mən başqa cür sizin payınızı verəm. Hə, bu arada Damla qızımla barışmışam, deyim xəbəriniz olsun bu yaxınlarda. Damla ilə Moskvada toyda oldum. Gəldim Moskvaya toya. Öpdüm, qucaqladım. O məndən ötəri darıxmışdı, mən də onun ötəri. Ən çox da Şamil darıxmışdı, məndən ötəri. Dedim, Mamuçka, sənin yeməklərin. Dedim, gəl gənə sənə qurbandır. Hər şey xəngəl pişirim, yiyir. İndi Allah qoysa yayda gələndə onu xəngəl pişirəcəm. Bir mahnı üstündə olmuşdu. Prosta mən deyir, dədəmin qızıyam. Gərək hər şeyin düzünü deyəsən. Mahnı üstündə küsmüşdüm onu da mən öz evladım kimi, öz qızım kimi, yəni onunla incimişdim. Amma barışdım, onu çox istəyirəm. O yaxşı qızdır, xətrini çox istəyirəm. Maşallah sevilir, mahnıları istənilir. Toyda partlatdı. Qəşək bir Gürcüstan elinin toyundaydı. Ay dağlarda gəzən oğlan, ay dağlarda gəzən... Ölürəm bu mahnı ötəri. Çeşməlidir xanımın familiyası. Mən bu mahnı oxuyacam ha. Biləsən. Yaman xoşuma gəlir bu mahnı. Hə, yəni demək istəyirəm ki, xahiş edirəm, hələ geçsin öz həyatında öz otunu otlasında yəni. Bizdən işi olmasın. Soğançam yandı. Az qaşıq qoymuyorsunuz bura, topar olasınız sizi. Qoyursan hep orada. Bax bu soğançam, baxın. Nəm soğançam. Bu belə. Əla. Və bir söz deyim ki, mən həmişə nə var, həqiqəti düzü deyirəm. Bir də bu arada sizə bir söz deyim, bir yaxşı baxıcı axtarıram.
belə qəşəng baxan, belə karta baxan, kofeyə baxan, belə qəşəngdən qəşəng bir baxacaqlarım. İndi əlimi göstərmə. Xingəli kəsəcəm. Bunu da ora verərsən, apararsan bunu da sənə yiyərsən. Sən gəl o tərəfə. Görməyəsən. Bu yetimləri çəkmə. Biri deyir ərim boşayacaq, biri deyəcək ki, oğlum görmüyor, qoymayacaq. Biri deyir nə bilim, ona görə bu yetimləri göstərmə. Anası ölmüşləri. Bunlar gizlindən gəlirlər. Sənə soyuq döyülü bacı. Yəni. Az yox deyil səndən. Sənə kuzu kətimi, səni buraxmayacam. Deməli, xəngəlin çoxunu evdə açıq mən düzün deyən adamam. Baxın. Xəngəlləri qoymuşam bura. Xəngəl Romanın da instrumentləri o qədərdir ki, Allah göstərməsin. Yer də yoxdur qoymağa. Və xəngəldən özüm bir dənəsini yaydım ki, yəni görəsiniz ki, biz də bacarıq yaymağa. Yəni mən senariyə girmirəm bəzi adamlar kimi. İndi deyirlər bıçaqla kəsmək olmaz. Düzdürmü? Bıçaqla kəsmək olmazsa bıçağı göstərmə. Sən mənim üzümü göstər. Ən gözəli. Roma, mənim üzümü göstər. Bıçaqla göstərmə. Mən bunu bir dənə tez kəsim. Ay Allah, nə gözəl. Xəngələ, gəl xəngələ. Xəngəl düzdür, əslində mən o gürcü xəngəlində xoşlayıram. Amma bizim xəngəlimizdən yoxdur. Mənim anamın tərəfi Gədəbəylidir. Onlar məsələn, baldoların xəngəlləri çox qəşəng olur. Roma, indi göstər, mən xəngəllərimi kəsdim. Xəngəlimi kəsdim, birazdan parmuslarıma yığacam, belə qəşəng. Xəngələ mən yumurta vururam, mənim əzlərim. Yumurta vururam, qəşəngdə çox vururam yumurtanı. Nənəm rəhmətlik deyirdi ki, Allah ölənlərimizdə rəhmət eləsin. Elə ki, xəngəlin xəmirindən yumurta gəlmədi. Belə görmədin yumurtanı. Əlimi vermə xahiş edirəm. Ay Roma, nə qədər adam var? 1200. Bütün Azərbaycan qoşulub bizə. Qoşulun qadın. Amma mən görüm bu günləri mənə kim, nədir onun adı? Şir? Mənə kim şir göndərəcək? Göndərdiyiniz hədiyyələrdən, mən açığı deyim, mənim belə imkanı, yəni kimin ki ehtiyacı olacaq, kimin ki həm gənə qızımdır. Bəli. Yaxşı mama qurban, nə olar? Mamana bir dənə şir göndər də. Yəni sən göndər, o cəmaat da göndərsin. Nə olar? Xahiş edirəm, mənim qızım mənə jeton almaq istəyir. O padruqalarına deyilən, bütün gün efirdə deyirsən, nəfəs belə gəldi, vəfa belə getdi. Niyə demirsən bacılıqlarına? Bacılıqlarına deyilən ki, mamam canlıdadır, xəngəl pişirir, onlara şir göndərin. Hərəsi bir şir göndərsin də. Nə göndərdim? Nə bahalı şeydir? Aynur hədiyyə göndərdi. Aynur xanım, səni burada maç eləyirəm. Çox sağ ol canım mənim. Gələndə əlimlə sənə bu xəngəldə pişirəcəm. Anan qurban. Mənə o, nədən? Darayda nə hədiyyələr olur? Qəşəkdir. Yalan demə. Darayın gözünü mamıya. Öpürəm səni. Elə hər şey zarafatda deyilir də, başına dönüm. Yaxşı, öpürəm səni. Davay. Aysun'a başa salın görün, Aysun deyir ki, ay mama, mən bilmirəm sənə hədiyyə göndərməyi. Deyirəm, göndər də göndər. Maşallah, reklamlarla işləyirsən, ay Aysun. Qəşəkdə pul qazanırsan. Nə olar ki, sən mamaya göndər, qoyular da baxsınlar, göndərsinlər. Tıklayın. Çünki sizin tıkladığınız pullarla burada o qədər tıklayanlar var ki, özümə qalmayacaq mənim. Hamısını ora verəcəm. Və həmi də bilirəm, vallahi, çox yaxşı mən görəcəm mənim TikTokumda qəşəng pul yığılası olsa. Aynur xanım bir dənə də hədiyyə göndərib. Ay, sağ ol Aynur xanım. Sırqalardan mənə, qəşəng bujiteriyalardan. Canım mənim, sənin gələcəm mağazaba, inşallah. Allah qoysa. Və 1500 nəfər. deməli, hərdən bəzi sözlər var ki, deyirəm, amma düz deyirəm. Mən zarafat eləmirəm, ay qızım. Mən sözüm nə var, düzünü deyirəm. Çünki heç kimin başı üçü deyil ki, mənim haqqımda, mənim evladıma toxunsun. Hamı geçsin, ağıllı olsun. Mənim heç kəsən işim yoxdur. Hamıya hörmətim var. Salam məleykum var. Hamı ilə, Bu da gəlinimizdir. Deyəcək, qapını aç.
Görmürsünüz canlı yayımdayam. Nətər olacam, belə qoz kimi. Baxırsan, eşidirəm, ana xanım, gəl. Bu mənim Moskva prodüserumdur, yəni. Moskvada işləyən prodüserumdur. Prosto Quduruvdur, gedir Azərbaycana. Davay. Hə. 1500 nəfər. 1500 nəfər. Ay, sağ olun. Qoy bu olsun. 3000. 3000 nəfər. Bax, belə qəşək mən bu... bayaq nə deydim, sözüm yarımçıq qaldı. Demək istəyirdim ki, əgər mənim siz yaxşı belə baxılsa, belə yaxşı davam eləsək, vallah, mən özüm üçün istəmirəm, TikTok'dan qazandığım pullarla, yəni kimin ehtiyacı var, onlara kömək eləyəcəm. Mən həmişə eləmişəm, indi eləyəcəm. Mən olacam onların yanına. Toy eləyənin toyuna gedəcəm. Mebel almaq istəyənin mebel alacam. Yəni, mən dədəmin qızıyam. Sözümü deyəcəm, eləyəcəm. Bu addımla, bu ünvanla çıxmışam bu yola və belə də eləyəcəm. Çünki çox şükürlər olsun, azdan çoxdan düzdür. Bir də bu ətim tökülür. Bütün tüyünü çıxırsınız evirdən. Birinin 15 evi var, birinin Moskvada 5 evi var. Ay, bəstirin. Qoy olsun. Evet, bax, bu da mənim bacım yazıbdır ki, bir padruqam var, Səmoş. Yazır ki, qabağına döşlüksüz. Nə edirəm, az döşlüyür. Bu cür bahalı paltar geymişəm mənimə. Hayf deyil, o döşlüylə gözəlliyini itirəm. Lazım deyil, Səmoş, özümüz belirləmişik. Bacı, döşlüksüz yaxşıdır. Hə, və yardımlar eləyəcəm. Ehtiyacı olan insanların yanında olacağım, həmişəki kimi. Yəni, axşam da bir gözəl, gənə Qardamani cəmaatının məclisindəydik. Çox gözəl toy oldu. Gəl oynasın, vur çatlasın. Qəşəng bir məclis keçdi. Soğança yandı. Kim yandı? Soğança yandı. Hə, bu sən oğlan öləsən, soğança yandı. Hə, hərdən mənə sual verirsiniz ki, Roma'ya Azərbaycan dilində danışmağa öyrədibsən. Bu arada Roma ilə Azərbaycanlıdır. Yanmayıb, Roma soğança, gözün çıxsın, bax. Gördün, yanmayıb. Hələ, çünki odunum zəifliyib altı. Qoy, bundan qoyum ora, biraz. Belə. Və İntihası tüstüləyəcək, ay Roma. Gözüm çıxdı, gözün çıxsın. Görüm, maşını hara qoymuşum. Maşa verək qarışdırın, samavarı alışdırın. Maşa verək qarışdırın, yarım məndən incibdir. Onu məni onunla barışdırın. Telloyu çal, kərəmi çal, bir hava çal, əjdərəmi. Çal oynasın məclis əhli. Bəh. Ben görüm kartoşkamın vəziyyəti nətərdir. Xəngəl görün nə qaynayır. Baxın. Xəngəlim qəşək qaynamağa başlayıbdır. Suyu əladır. Bu belə. Xəmirlərdən hələ kəsirəm. Nə yazır, nə yazırlar? Baxırlar. Gözəl görünürsən, çox sağ olun. Yazılanları oxuyun. Oxudan qardaş yazılanları. Oxuyamırsan? Ay, Azərbaycan dili bilmirsən, ay oğlan. Bu yolla, sən saxla. Zarafası nə yazılar? Bəlkə bir dədəmiz anamıza söyürlər, oxu görə nə yazırlar da? Söyürlər onlara. Ha? Moderator baxır o işə. Ruslan sağ olsun. Desin da, Ruslan. Ruslan baxır o işə. Ay, Ruslan, nə yazırlar, ay oğul, nə deyirlər? De görək bir bəlkə bir dədəmiz anamıza söyürlər, heç xəbərimiz yoxdur. Deyirlər, bir dənə mahnı oxusun. Nə oxuyum, nə? Mahnı. Aha. Bir dənə sən qalmışsın, Nigar, bu dənə canlayanda bütün nəslim giribdir. Eşidirəm. Üstünü deyir, kəsin spama gedəcəksən. Bu da təzə çıxıbdır, bilmirik də. Biz bilmirik də, təzəyik. Hardan bilə ya? İndi buna bax, bu da mənim prodüserumlu gör nə deyir bu yanmış. Deyir ki, bunun da dərdi başqadır ha. Deyir orada deyilən ki, Azərbaycanda yarım saatlıq toylara artıq gedirəm. Hə, yaxşı, Nigar pul qazanmaq daha dərdi. Maydan olacağım, Azərbaycanda yarım saatlıq toylara gedirəm, qiymətini də Nigar xanımdan soruşarsınız. İnşallah, dedim Nigar, dedim, davay. Ürəyin yerinə düşsün, bu Nigarın arzusudur, dedim. Hə. Deməli, zarafat. Bıçağı yığışdıraq. Bıçağı yığışdıraq, deyirlər bıçaq olmaz. Olmaz yığışdıraqdan ağayraq. Mənə oradan denən padnuslar versinlər, xahiş edirəm. Oca xəmirləri, xəngəlləri padnuslara qoyacam da. Suya tökməkdən ötəri, ay xanım. İsmailliyə salam deyin. İsmailliyə mahnı oxumuşdum mən, yəni xatirinizdə varsa,
Mən İsmailliyə mahnı oxumuşam. Çoxdandan. Novruz Aslan sözləri. Bıçaqla əlimi tutma xahiş edirəm. Bu nədir? Bu TikTok'un nə pis qanunları var imiş. Boy dədəm var. Heç mən bilmirdim. Yaxşı deyir. Bu arada... Aha, bu da Aysun xanım. Beylaqana salam. Beylaqana salam. Aysun şir göndərdi. Ha? Hə, göndərsin. Göndərin. Sən göndər şiri. Soruşurlar, fartuk niyə taxmamısınız? Hə, deyəcəklər olma. Sən o 3 dənəsini göndərsin denən. Onu reklam eləyəcək. Yaxşı. Davay. Fartuk ona görə taxmamışam ki. Mən niyə fartuk taxım ki? Mən pover deyirəm ki. Mən prosesinə görə bişirirəm bugün bu yeməyi burada. Niyə fartuk taxım? Taxmıram. Bax, bu mənim pomidorum görürsünüz. İndi bu xəngəli belə görəcəksiniz. Bunu yeməmək üçün ölmək lazımdır. Xəngəl deyirəm sizə. İtlərimi bugün çimizdirmişəm. Gəlin itləri çıxardıqlar çölə, bunların sinəsi yansın. İdi suda. Prinsesa, indi ко мне быстро. İdi. İt qandı, insan qamadı. Gəl, Maya хорошая, gəl qıcıma, gəl, prinsesa. Ay, prinsesa, prinsesa bu Aysun yanmışın itidir. Gəlsin turulub mənim üstümə, baxmır. İtinə. Hə, soğancan biraz öldü mənim əzizlərim. Bax, bu əti tökürəm bunun içinə belə. Bəh. Soruşurlar tortdur. Nə? Soruşurlar tortdur. Nə? Pişirən. Necə yəni tortdur? Xəngəlli, xəngəl. Hay Allah. 5 saatı burada özümüzü öldürürük. Nə tort deyil? Görmürsünüz xəngəl. Xəngəlin soğancası hazırdır artıq. Vəssalam. Mənə aşsudan dedim, verin dedim oradan. Ay topal olun, padnus verin. Padnus istədim, padnus. Yeməli neçə kündə elədi? Kündə çox eləmişik. Nə yazdıqları burada görüm. Paltarlardan da Targovo Center. Hamının öz dərdi var. Telefon dayanmır. Hamının öz dərdi. İmkan verin. Ha. Ekran kaydını aç Roma. Kaydı aç Ruslan. Hə, Ruslan da bizi izləyir. Ruslana oradan demək eləsin. Yaxşı qızım. Davay. Donduq deyir. Açıldıq. Düzəldik. Yaxşı, sağ ol. Al, mən dona bilərəm. Mən özüm adam dondururam. Hə, bıçaq. Hə, bu nə işə düşmüşük bıçaq? Nə poxa düşdü ya? Sən öləsən. Olmaz, bu olmaz. Ruslan kaydır, ay bala. Görək kim bizə nə verir. Sonra deyəcəklər qaytarıq. Mən görməmişəm ki, kimsə mənə nəysə pay versin. Ay Ruslan. Kayd elə, bala, kayd elə. Tıklayın. Nə olar tıklayın. Qəşək verə kaydı, tıklayın. Aysunun bacılıqları, mənim qızım dostları. Tıklayın, görüm Aysuna bu qədər əziyyət çəkib böyütmüşəm. Görün bir dəyirmi də. Və xahiş edirəm, mənim əzizlərim. Roman, neçə dəfə aşacı canlılar həmişə. Baxaq da, şir gəlsə tez. Görün, Roman iştahı yaxşıdır. Samanları alışdırın, maşa verə. Bir də bu son vaxtlar belə bir şey yaranıbdır. Muğam oxumayanlar, muğamı bacı, ayıbdır, bəsdirin özünüzü, yığışdırın özünüzü biabr edirsiniz. Siz muğam bilirsiniz, çıxıb öpürdə özünüzü biabr edirsiniz. Səsinizin o andıran yerinə salıbsınız, muğam oxuyursunuz. Vallahi ayıbdır. Muğamı sənətkarları oxuyar. Vallahi bizim muğam oxumamız ayıbdır. Yəni, muğamı bilirik. Prosta 3 ay dərs almaq, muğam oxumaq demək deyil. Olmaz belə qamət. Olmaz belə surət, belə mahnı vardı vaxtlarım. Yadınızdadır mı? Və dedim ki, mən o günlərin bir rus dilində söz yazar axtarım. Hamı belə bir rus dilində perovoçka. Niyə deyirəm? Yanındakı da qırılmışdı adam rus dilində danışırlar. Mənə lazımdır rus dilində qəşək söz yazan. Ruski yazdı, şimdi mahnılar oxuyacağım. İndi gözünüz çıxsın. Sırada onu götürəcəksiniz, götürmüyor. Aha, indi göndərəndə. Tam reklama keçir, toy var. Reklamlarım mənim pulumdandır, yəni biləsiniz. Bu itləri və sal, naz öldülər soyuqdan, bugün çimiblər yazıqlar. Allah sən saxla.
Hə. Payız sən Vardı gəldin bacı. mahnı oxuyun, nə olar? Aa, qurban olaram, oxuyaram, niyə oxumuram? El oxuyaram. El oxuyaram. Payız mənim köhnə mahnımdır. Və həmişə də sevilir. Seviləcək. Bu arada bir söz deyim. Rəqsanə xanım, sizdən sonra hamısı mətbəxə canlı açacaq. Canlı oynadır. Sucu pişirməyə keçiblər. Amma Rəqsanə kimi, məni kimi olamaz. Ha? Ah, sənə quzu kəsim. Əllərinə sağlıq. Ah, səni bu dəqiqə daldan çəkəcəm ha. Çək onu daldan. Tez ol, tez ol, tez ol. Tez ol. Ay Allah. Ay Allah, komediya. Mama baxırsan mı? Mama mənə bir şir göndər, nə olar qadana. Mən verdim pullarda. Bu arada makyajımı da görürsünüz. Ay şir gəldiysə eləyir. Sən tövbə. Həqiqi şir də elə bil. Boy, $500'dır o indi. Aha. Kim göndərdi görək? Bəli, bəli. Aa, sağ ol, sağ ol. Şirin göndərən. Nədir adı, familiyası, nədir? 9 al. Hə, bəs Şirin mənə Qaraxan göndərib. Qaraxan, sən burada öpürəm, çox sağ ol. Əlinə sağlıq, sənə işində, sənətində uğurlar arzuluyuram. Maşallah, duetləriniz də partladır, çatladır. Axşam da demək olar ki, Moskvanın bütün toylarını ələ alıbsan. Sənin əlindən toya getmək olmur. Yəni, xətrinə dəyməsin. İndi mama deyir də, yəni. Ki, biləsən. Həqiqi zarafatsız, maşallah, 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 maşallah. Və son yaxşı duetləri gəlir Aysun xanımdan, inşallah. Qoy gəlsin. Ürəkli oğlan belədir, bax. Gördün, şiri göndərdi, dedi ki, qoy Rəqsanə xanıma şiri Qaraxan bir dənə də ürəyi göndərdi. Ay, sağ ol, çox sağ ol. Öpürəm səni. Tıklayın, 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 tıklayın. Yəni tıklayın. Göndərin, göndərin, çoxlu şir göndərin. Ay, $500 var, uje. Yoxsa o birislərdə pul var. Deyək, görək birim daha bir. Pul çoxdur. Ha? Hələ zəifçilikdir. 1500 nəfər adam var. Ay, dədəm. Sənin səsini eşidirlər indi olar. Siz zəifçilikdir. Zəifçilik eləmi? Gözləri çıxmışlar. Qurtdular, paxıllar. Eləməz də, paxıllar, yanmışlar. 1500-dən artmamışıq hələ. İndi nə qaraq? Biz də burada saç yoldusu qırğın eləyək ki, siz bizə baxasınız. Hə. Əlimi çəkmə türkünməsə. Deyirlər olmaz. Şir gəldi, şir gəldi. Aha. Hayır, imkan vermirlər. Siz də şir göndəribsiz. Allah qapını açıq tezir. Hə, qapını açın. Deyirəm də. Bunlar şir göndərən məndir. Ancaq qapını açın. Hə. Belə-belə işlər. Ay mənim əzizlərim, canlarım, gözlərim, xəngəlimi, jolpun hamısını elədim. Belə qəşşəng. Əlimi çəkmə, qardaş. Əlimi çəkmə. Soğançam da toyuqla orada qəşşək öz podunda bişir. Bişir, belə gözəl. Hə, bu arada bir söz deyim. Vallah, mən özümdə show biznesdəyim də, yəni, illərdir. Vaxtında, zamanında, həqiqətən də elə şeylər var ki, mən də onlara tələsmişəm, necə deyim, çıxmışam, danışmışam, neynəmişəm. Amma hal-hazırda mən düşünürəm ki, ehtiyac yoxdur hər şeyi açmağa, ağartmağa, danışmağa, qətiyyən ehtiyac yoxdur. Özünüzü biabır eləməyin. Çıxıb, mənim şəxsən evim yoxdur. Nə Bakıda, nə Moskvada, nə Ərdəbildə, nə heç harda. Hala bilir ki, sən müğənnisən, sənin evin olmalıdır. Mənim 5 evim var. Nə bilim, maşın belə gəldi, maşın elə getdi. Hə, bu arada bir məqama da toxunmaq istəyirəm. Bu yaxınlarda Aysunun şəklini efirdə cırmışdılar. Yəni, cırmışdı, Ülviyə cırmışdı. Baxın, bir söz deyim. Mən artıq 30 il olacaq mən bu sənətdəyəm. Ola bilər əsəbləşərəm, ola bilər nirbələrəm. Ola bilər kiməsə nəsə deyərəm. Amma nə mənim qızım, nə mən. Mən heç qızıma da dedim amma oldu. O da heç. Biz Ülviyə cavab vermədik. Mən onun özünə zəng vurdum. Mən onun özünə, əslində, hərdə mənə deyilər ki, Rəqsanə, onların haqqında sən niyə danışırsan? Danışmaq lazımdır.
Demək, mən ona zəng vurdum ki, qızım, mən səndən bugün davada eləyə bilərəm. Mən bu günlərim istədiyim hərəkəti də eləyə bilərəm. Mən uşaq deyiləm də, yəni. Amma sadəcə olaraq, sən də balaları əziyyətlə böyüdürsən, sən də çörəyini əziyyətlə qazanırsan, sən niyə gedib efirdə o hərəkəti eləyirsən? Şəxsən mən olduğum verilişdə Ülviyənin şəklini qoysaydılar, mən onu cırmazdım, mən onu ən yaxşı yerdə qoyardım. Və yaxud bir yerdə də, bir verilişdə də mənim şəklimi götürdü, nə bilim aşağı qoydu, nə bilim zəhləm gedir dedi, xoşum gəlmir dedi, bilin. Sənin məndən xoşun gəlsə də, gəlməsə də o mənə çox az fərq edir, düzdür? Orada yenə də mənim şəklimi qoysaydılar, sənin şəklimi qoysaydılar, yenə də mən ona çox gözəl reaksiya verərdim. Sənin özün niyə qaşınırsan? Efirə çıxdın deyəndə, deyən oldu qutardı. İnsanlar biz erməni deyilik. Biz bir-birimizə düşmən deyilik. Bizim aramızda nə baş verir ki, biz bir-birimizi qıraq, bir-birimizdən eləyək. Yəni, normal insanlarıq, hamımızın ağlımız başımızdadır. Sən də atasız evlad böyüdürsən, maman sizi əziyyətlə böyüdübdür, sənin də çətinliklərin olub, mənim də Yəni ki, sən mənim yanımda birinci uşaqsan. Bir də bir kəlmə öyrəşmişsiniz. O günlərim Şəbnəm deyir ki, rəqsanədən mən qorxmuram. Rəqsanə adam yiyəndir, sən məndən qorxasan. Məndən qorxmaq da lazım deyil. Sadəcə olaraq hörmət eləmək lazımdır. Çünki mənim siz uşağım yaşdasınız. Mənim sizlə nə alış-verişim, nə söhbətim, nə işim. Siz başınızı salın, öz işinizlə, gücünüzlə məşğul olun, mən də həmçinin. Sadəcə olaraq mənim uşağıma qarşı nəsə olanda, bəli, mən də bir ana kimi məcburam ki, orada uşağımı müdafiə eləməliyim. Məcburam, yox, o mənim evladımdır. Mən onu müdafiə eləməliyim. Hər bir valideyn öz evladını istər bu sənət aləmində fərqi yoxdur. Sənət aləmində müdafiə eləməlisən və yaxud adi hansı sahib olur olsun. Mənim duzumun vedrasına baxın hələ sizin, görün nə boydadır. Kartoşkam o pişibdir. Bura duz tökürəm. Duzu az idi. Hə, yəni demək istəyirəm ki, mənim qızım sənə cavab vermədi. Mən qoymadım, özü də mənə dedi ki, mama lazım deyil. Bəli, lazım deyil. Qızım, düz elədin. O da bir ananın balasıdır, sən də bir ananın balasısan, lazım deyil. Yenə hansı efirə çıxırsınız, danışırsınız. Və mən buradan aparıcılara demək istəyirəm ki, mənim haqqımda uşaq-muşağa sual verməyin efirdə, xahiş edirəm. Sözünüz varsa, mən efirə gələndə mənim özümə verin. Durursunuz, mənim haqqımda el adamla söz soruşursunuz ki, ətim tökülür mənim. O kimdir ki, o mənim haqqımda nəsə deysin? Kimdir o? O mənim haqqımda hansısa bir fikri bildirə bilməz axı. Əlini alıb yalan iki dənə mikrofonu cıngırı cinga, düngırı dinga, rəngədə dinga, düngədə dinga. El adam mənim haqqımda nə bildirə bilər? Mənim bugün 45 yaşım var, mayın 25-də olacaq 46 yaşım. Oxuduğum hər mahnını məmə yiyəndən pəpə yiyənə qədər bugün bütün toylarda, hamınız mikrofonlarda mənim mahnımı oxuya-oxuya böyümüsünüz. Ona görə xeyr ola siz mənim haqqımda gəlib uşaq-muşağa sual verirsiniz. O mənim haqqımda nə danışa bilər ki? Onun iş başı üçün deyil, axı mənim adımı çəksin, mənlə danışsın. Ona görə xahiş edirəm, əziz aparıcılar, hamınızı çox istəyirəm, hamınıza hörmətim var. Yəni bir-birimizə hörmətlə yanaşalım. Mənim haqqımda heç kəsə sual verməyib. Gələcəm efirinizə, lazım gələrsə, onların haqqında mənə sual verin. Bax, bu yaxınlarda, mən bir dəfə, o qızın adı nədir? Nəfəs. Onun haqqında mən də danışmışdım bir dəfə. Nə danışmışdım? Mən yəni, pis mənada deməmişdim. Demişdim ki, onu sevirlər, onu istəyirlər. Yəni, bir kütləsi var. O da Aysun'la dostdur da, yəni qızımın dostları da olar, padruqadır, bir pokoleniyacan adamlardılar. Və o, yəni, amma sadəcə olaraq, əlbəttə ki, mən bu günlərim hansısa bir toyda canlı oxuyanda, mən o baxımdan demişdim ki, mən toyu canlı idarə edirəm, ansambl ilə gedirəm, onların öz proqramları var, öz proqramlarından gedirlər, öz proqramlarını idarə edirlər. Bu yaxınlarda gördüm ki, haraydı deyəsən, Gürcüstanı idi, haraydı, hə, orada Rüya ilə olubdur. Qız da deyirlər ki, sən Röya ilə səhnədə belə gəldin, səhnədə belə getdin. Nə olar? Olsun da. Nə olar? Olsun da. Röya ilə səhnədə olmaq yəni elə bir çətin şeydir ki. Nə olsun ki? Röya da bizim öz millətimizin qızıdır. İndi ola bilər ki, Röya bu günlərim konsertlər verib, xalq artisti adı alıb, Allah min artıq eləsin. Yəni, işi, gücü, sənəti, yəni sevilir. Nə olar? Nəfəs də sevilir. Nəfəs sevilmir ki, o da sevilir də. Tüstünü verməyin, tüstünü verməyin. Tüstünü verəndə deyir, nəsə baş verir, eləmi? Kartoşkanı çıxardıram, mənim canım, ona görə. Neysə, Allah
Hamımızın canını sağ edin. Hamımız bu millətin, bu dövlətin, bu xalqın nümayəndəsiyik. Yəni, nə olur olsun 5 günlük dünyada yaşayırıq. Bir-birinizi qırmaqla əlinizə heç keçməyəcək. Burası efirləri də başa düşürəm. Efirlər indi məcburdular. Sonra o, mən o şeyi başa düşmədim. Yadı o, qız nə deyir, bir dənə vokal mahnı oxudu. Vəfa. Yazığın başına oynaşdılar. Ora çağırdılar, oradan ora, buradan bura. Kişini peşman elədilər oxutduğuna. Qoyur gəlsin, nə olar? Vəfa ilə oxusa nə olar da pis olar ki? Oxusun da. Tak što? Xəngəli tökürəm. Deməli. Yazırlar. Səni çəkməyəcək, oradan gəl, bunları sən kəs. Yaxşı mı bacı? Nə yazırlar? Payız gəldi oxuyun. Ay Allah evinizi bilsin, bu dəqiqə xəngəlini töküldüyü vaxtda. Gözünü stop. O biz tökək, sən bura tökün. Tüstü. Tüstü olmaz. Tüstü olmaz deyirlər, eləmi? Niyə? Samavarı çək. Nə bilim, nəyi çək. Əlimdən vermirəm ki, bunları hamısı xarab eləyəcəklər bu dəqiqə. Onun dərdindən özüm eləyir. Bunun altını qalamaq lazımdır. Tüstü olacaqdır. Bu əslində tüstüdür, ölür. Yox, siqaretin tüstüsünə olmaz. Bu problem deyil axı. Ocaqdır bu. Qazanımın yekəliyinə baxın, görün nə boydadır. Ocağın altında tez qalamaq lazımdır ki, xəmir olmasın. Bir vəfa. Əlini tutandan ürəyimi itirdim, itirdim. Yol olub qəlbimin evinə gətirdim, ay, gətirdim. Sənə könlümü bil ki, qurban kəsərdim. Qanımda sevgimin əksini görərdim. Bir vəfa atmısan odlara. Bek vakallarım da var. Elə yandırmısan, sevmərəm bir daha. Bu arada akşam toyda olmuşam. Yəni neçə günü toydayım. Səsim biraz yorğundur. Amma səs diapazonuma mənim heç kimin səsi çatmaz da biləsiniz. Yəni hamısını oxumaqda səs toyda dizini yerə qoyaram, biləsiniz. Bibi də oxumaq istəyir. Ha? Bibi də oxumaq istəyir. Ha. Oxu Bibi. Elə oxusun ki bibim bu dəqiqə. Tez olun gətirin, yarısı pişdi, yarısı yox. Bu belə. Belə qəşəng ağızlarımızdır var. Nə? Oranı üstünü çəkəmirik də ona görə deyirlər nə bilim nə olacaq. Hə? Xəngələ gəl, xəngələ. Ay haray qoyma gəldi. Hamı payızı istəyir. Oxuyum da. Bağ bağçanın barlarını yetirəm. Çəmənlərə sapsarı don gətirən. Sevənlərin həsrətini götürən. Payız gəldin, bəs yarımı neylədin? Bu arada nəqarətdən keçməmişdən bir söz deyim, bilirsiniz. Bu payızı mənə Hikmət Aslanov yazdım. Amma qurtuluğundan, xainliyindən o boyda ondan mahnılar işləmişəm. O boyda ona pullar qazanmışam. Gözümdən gəlməsin. Alınmadı mahnısını mən oxudum onun. Qurtuluğundan, xainliyindən YouTube'da icazə vermədi. Hə, vermədim. Nə olsun, zaten toylarda oxuyuram. Gəlib efirlərdə oxuyacam. Nə varacaqsan? Naibə xanım sizə hədiyyə göndərir. Nə göndərir? Şiir? Nə göndərdi? Qızılgül. Qızılgül. Sağ ol Naibə xanım. Allah səndən razı olsun. Çox minnətdaram. Var olasan canım mənim. Çox sağ ol. Çox təşəkkür edirəm. Hədiyyələrinizə görə minnətdaram. Sağ olun. Göndərsə də göndərməsə sağ olun. Amma bu günlərin bu dəyərli vaxtınızdır.
Mənə həsr edib baxır. 1500 atmadı. Elə 1500-də qalıb. Yalan demə. Sveti xanım sizə hədiyyə göndərib. Blinçik tort. Sağ olsun. Elə şey də var. O da puldur. Yoxsa yox. Maestro sizə gül göndərib. Sağ olsunlar. Elə hə, elə. Nə göndəriblər, Allah razı olsun. Qəşəng hədiyyə lazım, nə biləyim, ürəkdən zaddan. Deyə göndərilər. Samir bəy ürək göndərib. Ay Samir bəy, çox sağ olun. Ürək nədir ki? Ürəkdir. Ürək nədir? Ürəkdə nə qədər pul var? Onu sağ Çox sağ olun, var olasınız. Allah razı olsun. Çox sağ olun. 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 Hə. Tıklayaq. Tıklayaq və Hikmət bəy mahnını qoymadı, oxumağa qoymasın. Topal ol, gəl oraya odan doldur. Gəl. Babası odunlarımız yoxdur. Odun doldur ora tez. Hə, nə deyirdim yadımdan çıxdı. Mahnını və YouTube'dan sildirsin, eybi yoxdur. Amma mənə verdiyi mahnıların pullarını 2 qat basıb yiyib, götürür onu da hamıya satır. Başa düşdü, bəstəkardı. Onu yox. Durmaq lazımdır onu. Hara qorsan onu, o hava yanacaq. O bir söz onlardan gətir onu, gec olacaq. Hə. Aşağıda var deyəsən onu. Və götürübdür. Baltan onu ver, baltan. Bizim mahnınıca sildirib YouTube'dan. Balta. Burada mənim yerim. Baltanı çəkməyin qoca problemdir. Balta olmaz. Hə. İndi ayrı Mələk xanım, təşəkkür eləyirik. Hədiyyə gəldi qəşəng. Çox sağ olun, çox minnətdaram. Allah razı olsun sizdən. Mən demişəm, mənə yaxşı hədiyyələr göndərsən. Baxsam ki, TikTokda həvəslidir, iş görməyə dəyər. Dediyim kimi, TikTokdan mən də mənə yazanlara, mənə ehtiyacı olanlara, sizin vasitənizlə bu canlı yayımda elə beləcənəm köməkliyimi əsirgəməyəcəm. Mən də köməkli edəcəm. Urfan bəydən salam. Urfan bəy, salam. Hə, necəsiniz Urfan bəy? Sizi çox şad oldum görməyə. Çox minnətdaram, çox sağ olun. Urfan bəy mənə söz veribdi. O çox klassik əsərlərin ustadıdır. O mənə söz veribdi, mənə romansı öyrədəcək. Sonra üzünümün qaşı firuzədəndir. Könlüm açılmayır bu günlərdən bir. Yaman gündən olar, bilmirəm indi saramızdır da. Onu Urfan bəy mənə öyrədəcək. Allah qoysa, o çox... Ondan da Urfan bəylə qəşəng duetlərimiz gələcəkdir bu arada. Xəbəriniz olsun. Oxuyacaq Allah qoysa, danışmışıq artıq. Azərbaycana mənim gəlməyimi gözləyirlər. Və belə, bu qədər belə. Hə, bax bu Hikmət də ciyarı yanmış. Məni qoymadı mahnını oxumağa, çıxdı. Rəqsanə oxudu, sildirdim. Allah gözün çıxsın. Nə olsun sildirdin? Zaten rəqsanə toydolardan pullar qazanır, yanıb töküləsən elə. Elə yanasan ki, sən ay Hikmət. Qurtuluğundan sildirdin. 5000 dollar versəydim elə yaxşı şey verərdin ki. Verən deyiləm, vaxtında o qədər pul vermişəm ki, sağ. Bəsindir. Tıklayaq. Tıklayaq. Deməli, xəngəlimiz bəh hazırdır. Qaynamağa qoydum, ağzını örtüm, qaynasın üstünə qalxdım. Onu da xəngəllədik. Ben yine mi çekiledim? Gördün mü? Ev yoktu, koydum. İlk badımsa götürdüm onu. Və gördüyüm mənim əzizlərim, deməli, pomidorumu qoyuram bura. Mən karoçi şeyi eləyəndə, bilmirəm, yəqin sizə də belədir. Niyə? İstəm. Uy Allah, sən saxla. Uy Allah, yalnız şir gəldi deyən qudurdunuz. Hələ nə gəlib ki şir? Cəmaat 15'i gəlir. Hə, dedim. Və əynimə giydiyim içerim paltarlarımdan danışım sizə. Bu son vaxtlar. Nə gedir az onun? Diamoda. Desimod. Yəni mağazası Moskvada yerləşir. Çox gözəl içerni geyimlər var onlarda. Mənim əzizlərim. Sabina xanım bu işlərə baxıb mütləq şəkildə
Yəni ki, girdi ora. Bax, mən belə bu qabı belə eləyirəm. Şeydən qabaq, xəngəldən qabaq. Gördünüz? Sarımsağın iyisinə bax, qreyr adamı, qreyr. Hə, bu mənim aş düzənlərim. Süzəcəm mənim aş düzənlərim, xəmri. Qaynayırmı? Baxaq görək. Hələ yox. Xəngəl pişəndə ümumiyyətcə qalxmalıdır yuxarı. Qalxmasız naşda pişmədi. Bu mənim kartoşkam. Bax bu kartoşkanı da, soğanı da mən yəni görəcəksiniz. Çox soyuqdur. Bilərsiniz, burada hava çox soyuqdur. Zarafatsız həqiqi hava soyuqdur Moskvada. Yağış yağır, buranın da qışı qutarmır, Allah göstərməsin. Və əgər bu dəfə görüm, yaxşı görüm nə yemək pişirmək istəyirəm. Bu arada doyuğam çox mənim bir səs-küyə səbəb olur. Mənə deyirlər ki, doyuğam da canlı yayımda bişirəsən. Bişirəcəm. Canlı yayımda doyuğam da bişirəcəm, sizə göstərəcəm Allah qoysa. Yəni dediyim kimi, hamı elə bilirdi ki, mən özüm bişirmirəm. Amma vallahi özüm bişirirəm, hamısını. Dedim, ay Allah, sən saxla. Çayını aşırtdın, ay Allah evin yetirsin. Nətər içəliyini çayda? Ay Allah, sən çay dəmləyirsən ki, başına daş düşməsin, ay Roma, yazıqsan. Yazıqsan, yazıq. Qara çayın hamısını töhdü yer eləməz. Bu səni baxım görüm, Oy, yarışmaz. O qızı çək, o qızı çək. Reyhan Müslümova rəhmətin tələbəsidir, çək onu. Paşa təşəkkürlər. Nə gətirdi? Gül. Gül nə qədər idi ki, deyim də mən yetim. Yox. Нет, конечно же. Elə mi? Nəsə. Canını sağ olsun, canını sağ olsun. Ebi yoxdur. Ona da şükür, ona da şükür. Canını sağ olsun. Hamı deyir Romanı göstər. Bir 5 dənə şir gəlsəydi. Sən öl görək. Romanı göstərsək nə göstərəcəksiniz? Roma şeydir, nədadır o? Yıxıldı. Roma bir dəqiqə aşacaqdır. Bu günlərim qonağımız çoxdur. Neçə nəfəri sayın görək qırılmış. Deyirlər bu qədər yeməyə yetişirirsiniz. Bugün hamıya demişəm sarımsaqlı yiyin, ha, sarımsaqlı, hamı. Yemiyim bu günlərim. 1, 2, 3. Ben görüm. Sən avşıq gidiyordur da. Palacın olsun mu? Bu çaynikiniz dağıldı ki, yaxşı ki. Və çay nətər içərsiniz? Sabavarı qaynamışıq oradan havaydanlar. Hələ tortumuza dadımıza bax hələ. Şey var, skaska tortu. Buna bax hələ. Bayaq buna deyirlər, tort pişirirsiniz. Buna bax, skaska, köhnə dədə baba tortu, rusların. Gətirib qoyublar, turluyublar, oraya gediblər. Bu da belə. Dəsmal lazımdır mənə. Xahiş edirəm, qızlardan deyin, gəlsinlər bu qabları aparsınlar lazım olmayanları. Добрый вечер из Baku. Bakıdan salamlar. Ay Bakıya buzu kəsin, darıxmışıq. Deyir, alçanın məskənidir, alça çıxıbdır. Qızım indi bura gəlir, xahiş eləmişəm gələndə. Nə olar deyirəm, bagaj pulumu verəcəm az, mənə bir artıq bagaj bir dənə al gətir. O da elə kaprizmdir ki, o Aysun, elə bilsiz o Aysun'da nələr var, nələr. Demişəm, nə olar, deyim, ay mama. Yox, deyib alçanı alıp gətirəcəm, deyib, alçanı alıp gətirəcəm. Almanya'dan salamlar. Oy, maşallah, konsertə çağırın da, gərək Almanyaya. Millətimizi görməyə, nə olar? Deyirlər ancaq alça yox, qarpızlar da. Qarpız nəsə alınmadı bizimki. Hələ ki. Qarpız kəsək deyir. Nə deyirlər? Bu səsini çıxartdan Allah evini itirsin, ay. Şuşadan salam. Oy, öpürəm. Oy, nətər idi az mahnı? Şuşanın dağları, yaşıl tumanlı. Oy, qırmızı koftalı, yaşıl tumanlı. Dərdindən ölməyə çoxdur gümanı. Ay qız bu nə qaş göz, bu nə ten. Ölürəm dərdindən, onu bil.
Allah, nə gözəl. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə səbr versin. Onların sayəsində bu torpaqlarımız qayıdıb. Onların sayəsində biz başı uca gəzirik bütün dünyada. Demək olar ki, bütün dünyada baş uca gəzirik ki, həqiqətən də 30 ildən sonra bizim torpaqlarımız dala qayıdıb. Nə bəxtəfər, nə xoşbəxt insanlarıq biz. Пожалуйста, пожалуйста, дома, быстро! Быстро! Hə, xəngəl, bax, baxın. Mənim qazanım xəngəl qaynayır. Sən Allah, sizi ant verirəm ölənlərinizin görən, nəfsinizi tövməyin bırax. Çünki gecə vaxtı kimdir belə ocaqda xəngəl pişirən? Ayla xanım qəşin ürəyi göndərir. Sonra burnumuzdan gələr. Sağ ol, Ayda xanım, öpürük Ayla səni. xanım. Nə? Ayla xanım. Ayla xanım, səni maç edirik buradan. Çox sağ ol, canım mənim. Allah razı olsun. İndi xəngəlin bir balacasını fikir ver. Gör, mədəniyyətsizliyin dərəcəsinə bax, ha. Gör, mədəniyyətsizliyin dərəcəsinə bax. Biz canlıdayıq, bu telefonunu zadını açıq qoy, səsini. Gör, gör. 1700 nəfər. Deməli. Hay Allah. Gözünüz çıxsın, o çaynikin anasını mələtdiniz. Bu necə düşdü ki orada? Axırda qırın, qırın, qırın. Qırın, zəlli olun, qırın. Qırıldı çaynik. Deməli bu şey. Mən belə yoxlayıram pişməyini. Görüm pişibdi mi? Əlimə sağlıq. Tövbə. Allaha and olsun deyirəm. Mən əllərim qızıldı da. Allah, nə gözəl çıxıb xəngəl, ya Rəbbim. Çaynik də qırıldı. Qırıldı, qırıldı. Çaynik qırılacaq da. Soxdum orada. Boy, həqiqi qırılıbdı. Az deyən görüm ha. Bu sizi qanınıza bələnin elə ha. Bələnin qanınıza. Buna baxın, siz tövbə. Buna baxın. Göz məzə. Buna bax. Gözün çıxsın ay Roma. Sənin nəzərinə gəldikdə. Gözüm çıxsın. Öz çaynikimiz də böyle qonşudan, o şeydən, restorandan gətirmişik. Baxın çaynikini bastılar, qırdılar. Allah sizi kör eləsin. Zəhri var, nəyə görürsən? Topal qalın elə sizə ha. Nətər çayniki qırdılar. İndi başa düşdük, xəngəli elədik, yaxşı. Bu boyda qazanı qaldırmaq söhbəti var. Xəngəl ucu pişib, pişib. Şəngəlimiz pişib. İndi xəngəli süzürəm. Belə götürəcəm. Hiç olmaz. Aman Allah'ım. Az o kaşık oradan bura bırak ola. Əməllicə soyuqdur ha. Əməllicə soyuqdur. Bunu ye öldən ha. Deyirlər Roma nəyə baxırsan, kömək elə. Romanın əlində 3 dənə. Yeməkdən gəlib, hara kömək eləyir? Yeməkdən. Romanın əlində 3 dənə kamera var bu dəqiqə. Hansır eləsin yetim, düz deyir. Bəh. Qurban olum, ay rəqs sana. Az mənim anama qurban olum, mən nə yaxşı doğulaz. Həqiqətən, mən nə gözəl qızamaz. Toyba, atoba. Oh. 1800 nəfər. Bilirəm, mənim mahnılarımı da istəyirsiniz, mənim əzizlərim. Bunu sadəcə sizin üçün elədim. Mahnılarım da gəlir. Ay Roma, başına daş düşməsin, yadırsan, kliplərdən danış, kliplərdən. Mənə deyir ki, ay bu Afriz oğlan. Bu mənə deyir ki, nə edirsən hələ yeməkləri ilə, ancaq yeməkləri ilə. Özü yeməyin dərdindən, ancaq yeməkləri ilə. Hələ bu klip qalsın. Deyirəm, ada niyə? Bu şey deyilək də. Özü çıxmışlar, bütün gün toylardadılar. Biz deyil, çox şükür, biz də toylardayıq. Allah rozumuzu verəndə verir, gedirik. Mənim toyum həmişə olur, o deyir. Amma
Aman. Aman. Aman aman. Bəh. 1900 nəfər. Tıklayın. Tıklayın. Bir dəqiqə, xahiş edirəm. Biriniz bura kömeli soyma. Tez. Bu bəybuşları göstərmə. Tut oradan. İşığı salmadı. Qazanı göstərin, qazana. O yana, gəbəraz. Aşkəni bura ver, ay qız, tez ol. Ver bura aşkəni. Qaşın o yara dolu. Buyurun. Sənət. Aşkəni bəri çək, ay qız. Ay gördün sen albası yani. Ne olursa aşkını getir. Tez ol. Tamam olursa. Buyurun. Xəngəl də açdı. Gül, gülməlidir. Xəngəl daşmır, xəngəl donub. Şuna deşiyə bağlamışdır. Vay. Xəncər soydu. Göz dəydi. Düşüb də salıram. Bəh. Üstündə nəsə düşüb, keç görüm. Ay dağlarda gözəl. Dağlarda mı yedin qalsın sen? Onu sen salırsan benim. Belimə. Ay dağlar. Baxın xəngələ. Ay aman. Gör xəngəl apardı hara qoydu. Oy topal olasan. Hadi arvad döysən, neysən? Arvad döysən, neyirəm tacıkanı? Burada qəşə parmışlarım var idi, hanı? Allah, bunu da mən... Oy. Anası öldü bu padnusun, anası öldün. Mən xəngəli əslində əməzlərim. Mən xəngəli əslində bayat yiyirəm. Bayat yəni biz... Kartofu var. Kartof olmalı da içində xəstə. Başına baş düşməsin, ayrı olma. Şimdi bunu soğan çalayım ki. Yok. İki dənə də qatırdım padnus, biri hanı? Nesin, sverxu. Ne yapardılar ki? Buna sığacaq mı? Yuxarıda. Şurada bu deyəm. Oyna tut her şeyi. Gösterme. Yok. Ve yağsız şey olur. Bunun içinde kalsın biraz iyi. Yok. Su da buraya götürdüm. Gel burası soğançalı. Oraya koy soğançalında pomidorda mavi samsa katığı var. Uy Allah paltarım da ilişti axı. Samsa katığı ver oradan ay qız birinci. Bunu işte biraz əlavə edeyim. Ya. Üstüne əlavə edeyim. Mavi. Kaşık var orada. Her yerim soldu. Anam, el boynun yerinde kalsın. Mənə çömçə verib. Mənə çömçə verib ki, bunu yanmasın elə. Bir ala çömçəni şeylə. Harada görürsən, al çömçə ilə şeyləməyi. Vay. Bəh. İyi ki yiyəsən, 700. İyi ki yiyəsən. Gətir bura. Kartoşkamı da verin bura. Kartoşkamı. Xahiş edirəm. Verin bura. İndi xahiş edirəm. Bircə ki icazə verin. Mən özüm.
Birinci. Özünüzünkünü xahiş eləyin. Allah qadan alım ana, əllərimə sağlıq. Bəh. Ay Allah. Döyüşət. Ay Allah. Tam ne tam. Tam ne tam. Tövbe. Yazıq Romu şişdi. Onu öldürdü. Həngə soydu. Məngəl soydu. Burada özündən gedənlər var, yəni mənim əzizlərim. İçəridə də gözləyənlər var. Bir gün verim, tez aparım, qoyun yesinlər. Yiyirsən, başı. Ye. Ancaq bizə düşür. Əziyyətini bir çəkmişik. Bir problem var da. Nə? Çayımız yoxdur. Çayımız ona göre yok ki gözün çıksın. Sağlık hakkı şeyini kırdın. Nətərdir? Prostusa yoxdur, hələ qəşək bəziyə bilmədiyim. Ala bu bir. Aparay qız bir. Ala. Götür, bu bir. Ala birini də tez qoyum. Çok var da bir dənə ver. Ət götür, ət koydum, yoxsa yox. Birini də verim. Elə yox, ay boynu yerdə qalsın. Elə yox, pomidoru tökü bir tərəfinə. Öl. Sən arvatdın yəni. Gəl, bir dənə də kartoşka get. Apar. Bu belə. Gəl ay Ceyran, gəl. Səni kimdə heç kim görmür. Gəl az, gəl. Gəl sağa da verək, apar ver onlara, yesinlər. Gəl. Ay nönərim boşayacaq aynı. Ay dədəm vay nəfsi oldu ha. Sən niyə onun adını çəkdin? Pis qırqın düşəcək. Ərindən xərbət qaçıb gəlib Aynur bura. Qan düşəcək, qan. Qutardı, getdi. Gecə mənim adımı niyə çəkdiniz? Canınazlar da. Azala. Gəlib aparmağa da alın. Onu qoydan ötə səni görmürlər. O səni indi qoyara qorxma. Yeri. Görmürlər səni, görmürlər. Başı qorxma. Az bile görsünlərdən nə olacaq. Camahat deyə TikTok'da məni görsünlər. Sən də Allah edilmişsin. Pullar xərcləyirlər jurnalistlərə ki bizi TikTok'a çək. Sən də nə qoyub nə axtarsan. Ay bədbəxin qızı. Görək. Rəqsanə burada yemək pişirir. Evdə işləyən hamamda çimir. Halal olsun. Malades. Gör nə qədər mədəniyyətə sahib adamdırsa evdə qonaq var hamamda çimir. Çimir? Pişiyi çimizdirir. Hə, $10. Pişikdirsə olar. Niçivo? Pişik olar. Pişik olar. Yaxşı, olsun. Pişiyi çimizdirsin. Mən də istədim, bəh. Bəh. Anan ölsün, ayrı olma. Əsas məsələ. Merhaba. Ala Ceyran. Get. Bunu da eləyim, yəni. Görürsünüz, deyirsiniz bu qədər verilişi yayımda nəyə pişirirsən? Gör nə qədər qırılmış, qutar buraya. Gör necə nəsin verdim hələ, getdi. Boşaldı şey. İndi çox adam baxır deyir ki, bir dəqiqə durdum səni gördüm, xəngəl pişirməyi. Evdə başladım xəngəl pişirməyə. Sıralı dururlar xəngəl pişirməyə. Qutarmadınız? Ala. Yaxşı. Bu yeməyin qiyməti nə qədər olacaq? Bu Moskvadayıq. Çatdırılma ilə bir yerdə. Ha, o şeylər də var. Deyən görüm Roma. Sən toy var. Bunu qoy düzəldim Roma deyən. Bunu düzəldim qoyum ki, bu bayat olur da sabahlarım bunu yiyəcəyik. Mən bunu üstündən götürək.
Bunun qiyməti nə qədər? Bunun qiyməti, əlimi çox göstərmə, xahiş edirəm. Bəsdir ha, çox göstərdim. Göz dəydi mənə oje. Görürəm, ağlayıram, ayrı olma. Soyuqda qırıldıq, öldük. Samavar orada dəmləndi, tort, ailəm girdi bir-birinə. Biz bir dənə şeylə çay içənmədik. Bunun qiymətini siz verin, məndən niyə soruşursunuz? Bu bahadır, daha öncə həngamə oldu bu. Sabahlarım xəstələnsəm, yəni ki, birinci xəngəlin zibilinə düşmüşəm. Sən də belə ulduz oldun, ayrı olma. O boyda gəlinlər köçürtdün, toy elədin, səni tanıyan olmadı. Görsən, Romanın adı bütün aləmlə birdir. Hamı deyir, Roma kimdir, Roma kimdir. Bu da kartoşkalar. Koydum belə. Baxın. Bu da bir xəngəl. Aparım onu da suya ortaya qoyun. Ola bilər kimsə yiyər. Buna da bir quş. O nədir? Tutarmadı. Bir sorun paydı. Bu nədir? Səki tutarmadı. Bunun içindəki tuttum ben. Hə, onun içindəkidir. Onu da qoy eləyim. Xanım, siz eləcə yiyirsiniz. Üstünə işə töymürsünüz. Soruşma qayb olmasın. Ətlər, budlar burada qalır ya. Əsas soğancanı görsən mi, az eləmişik. Hamı deyir, Romanın üzünü göstərin. Nə deyir? Romanın üzünü göstərin. Roma subaydı, ona qız axtarıram. Belə yaxşı qız. Hala su dənmiş. Ben ki ben de bir tane TikTok'a gösteririm yüzümü. Azdır, azdır. Əssalam. Bu da belə. Bu kartoşkanı da qoydum belə. Bunu da hazırladım. Ala. Yok. Ona nə eləyim? Sağ eləyim verim. Eləyim də şey qalmayıb amma soğanca bağışlayarsan. Qonaqlar çox oldu bu dəfə. Bükəcəm artıq. Moskva şəhərində bunun dastavkası var yoxsa yox? Hə, var. Neçə, bu deyin, indi canlı istəyənlər var. Moskva şəhərində bunun dastavkası çox bahalıdır. Ha, vaxt deyirsiniz, onun üçün direktimizə yazarsınız. Dastavkasını eləyərik. Yəni, istəyənlər üçün. Hələ bacım, bu da geçsən. Bunlar üçün lazım qoyulur. Hə. Əslində, xəngəli, əslində, belə yemək lazımdır, belə. Onu bir dənə mənə ver. Sarımsaqdan töküm onun üstünə. Padnosa $500 veririk biz. Veririk. Bir şir, bir bulut xəngəl. Göndərin, göndərək. Allah, xəngəl nə xəngəl? Ay Roma, deyirəm bəlkə sağ olaşaq. Gedək xəngəl evdə özümüz yiyək. Sağ ol. Və mənim əzizlərim, gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Danışdıq, dedik, güldük, bişirdik. Amma bu səmimiyyətim nəyə desən dəyər, əllərimə də baxın, bütün əllərim kirdir. Hissi beləcə də yedim, eybi yoxdur, heç nə olmaz, vitamindir. Öpürəm sizi. Gələn canlı yayımda yazın. Nə yemək bişirməyimi istəyirsiniz və şirlər istəyirəm, çoxlu özdə. Çoxlu. Yaxşı? Öpürəm, sağ olun.